Gəlin belə bir maraqlı sualın izahına baxaq. Belə ki, bizə A nöqtəsinin koordinatları, B nöqtəsinin koordinatları və C nöqtəsinin koordinatları 4 və n verilib. Və bizdən DY-nin uzunluğunu soruşur. Deməli, burada Y nöqtəsinin koordinatlarına baxsam, görürəm ki, Y nöqtəsi x oxu üzərindədir. X oxu üzərindəsə, deməli, bunun y-ı 0-dır. Yaza bilərik ki, deməli, y-ı 0-dır, x-i nədən bilmirik. Amma eyni zamanda Y nöqtəsi həmin bu nöqtə orta nöqtə olduğu üçün ədədi orta kimi x-ini tapa bilərik. Yəni bunun x-i ilə bunun x-ini toplayıb yarıya böləcəm. 4 üstə gəlsə 0 bölünsün 2. Buradan da alırıq 2-dir. Deməli Y nöqtəsinin koordinatları 2 və 0-dır. Eyni zamanda biz buradan m-i də tapa bilərik. M-i necə tapacağım? Yenə uyğun olaraq y-ları toplayıb neyəcəyik? Yarıya böləcəyik. Yəni m üstə gəlinsin -3 bölünsün 2 bərabərdir 0. Çarpaz vursam m -3 bərabərdir 0. Buradan da m bərabərdir 3 olduğunu alıram. Deməli m-imiz 3'dür. D nöqtəsi y oxu üzərində olduğu üçün əksinə x-i 0-dır. Y-ın isə bəlli deyil. Necə tapacaq? Deməli biz burada artımlara baxmalıyıq. Artımlara baxsam, deməli A-dan D-yə qədər və D-dən C-yə qədər görək parça hansı nisbətdə parçalanıb, bölünüb. Mən bunu x üzrə baxacam. Burada x-imiz -2-dir. Burada x-imiz 0-dır. Burada 4-dür. Buradan bura gələndə -2-dən 0-a gəlib. Artım nə qədərdir? Müsbət 2. Burada 0-dan 4-ə gəlib. Artımımız 4-dür. Yəni burada artım 2-dir, burada 4-dür. Deməli, biri digərindən 2 dəfə fərqlənir. Yəni mən bu hissəyə k desəm, bu uzunluğa 2k deyə bilərəm. Yəni x-lar hansı nisbətdə artım baş veribsə, dəyişiklik baş veribsə, y də həmin nisbətdə dəyişiklik baş verəcək. Deməli, mən burada necə edəcəm indi? Baxıram, məsələn, belə baxaq. K, 2k. Buradan ümumi uzunluq nə qədərdir bizdə? 3k. Yaza bilərəm də onda. 3k-ya nə qədər artım olub? 3k-ya 0-dan y-ı 3-ə gəlib. Deməli, 3k-ya 3 artım olub. Onda k-ya nə qədər artım olacaq? 3-ə bölsəm 1 artım olmalıdır. Deməli, k-ya 1 artım. Yəni, artıq bu hissəyə mən 1 artım eləyəcəm y üzrə. Həmin bu 0-ın da üzərinə 1 gələcəm, eləyəcək 1. Deməli, bunun y-ı da oldu 1. X-i də oldu 0. Biz D nöqtəsinin də koordinatlarını təyin etdik. Daha sonra bizdə DY-nin uzunluğunu soruşur. DY-nin uzunluğunu soruşur. Bunları birləşdirək. Deməli, qeydlərimizi aparaq. Bu xəttin uzunluğu bizdə. Bu xəttin uzunluğu. Bizdə nə qədər olacaq? 1 olacaq. Yəni, y-ın qiyməti qədər. Bura 1-dir. Bu xəttin uzunluğu isə x oxunun qiyməti qədər 2 olacaq. Və bizdən də DY-ni soruşur. Ona da bir x deyək. Onda Pifagor teoriminə əsasən x-in kvadratı bərabər olacaq 2-nin kvadratı üstə gəlsin 1-in kvadratı. Buradan da x bərabərdir kök altında 4 plus 1. O da bərabərdir kök altında 5. Doğru cavabımız kök altında 5 olacaq.